Xoş gördük. Siz ümumiyyətlə bu fikrə necə yanaşırsınız? Trump fikrinizcə özü inanır dediyi bu sözə? Mən düşünmürəm ki, müharibə tezliklə başa çata bilər. Çünki hələ ki İranda sistem güclüdür. Baxmayaraq ki, onların müəyyən ali liderləri də ötən gündə Təhlükəsizlik Şurasının katibi, hətta ikinci şəxs Larijaninin da öldürülməsindən sonra hələ ki rejim yerindədir. Çünki sistematik olaraq İslam keşişləri qvardiyası demək olar ki, hakimiyyəti ələ alıb Sepah və onlar prosesi idarə edir. Ona görə də rejim yerindədir və güclü olaraq müqavimətini də davam etdirir. Məsələn, Amerika və İsrailin bombardmanına baxmayaraq ötən gecə İsrail yenə də raket atəşinə tutulub. İraqda Amerikan səfirliyi, həmçinin Körfəz ölkələri yenidən raket atəşinə tutulub. Rejimin dəyişməsi üçün ilk növbədə quru əməliyyatları lazımdır. Bombardman 3-4 ayda çəkə bilər. Amma bu sistemin tamamilə iflasına da gətirib çıxarmayacaq. Xüsusilə hakimiyyətdən getməyə. Dövlətin infrastrukturu zədələnə bilər, hərbi obyektlər zədələnə bilər. Amma İran Silahlı Qüvvələri yerindədir və hesab edirəm ki, məhz İran bilir ki, Amerika Birləşmiş Ştatları quru əməliyyatına başlamaqda tərəddüd edəcək. Çünki bu müstəvidə Amerikanın acı tarixçələri. Ona görə də İran bundan arxayındır. Ona görə də Sepah tamamilə öz sistemini daha da çevik surətdə qurur və müqavimətini davam etdirir. Donald Trump 4 həftə demişdi, amma düşünmürəm ki, 4 həftə. Hələ aprelin 20-sinə kimi bunlar bombardmanı davam etdirəcəklər, infrastruktura zərbə vuracaqlar, xüsusilə hərbi infrastruktura. Demək olar ki, liderləri bunlar aradan götürüblər. Kim bunlar? Amerika yoxsa İsrail? Larijaninin də ölümündə ABŞ və İsrail. Hər ikisi birlikdə. Amma Larijani ilə bağlı müəyyən qədər məsələlər tamamilə fərqlidir. Çünki məsələn, Amerika Birləşmiş Ştatları və İsrail fevralın 28-də əməliyyata başlayanda sui-qəsdləri demək olar ki, mühafizəkarlara, Sepaha tam onları tamamilə aradan götürdük. Həmçinin ali dini rəhbəri, amma Larijani müəyyən bir güzəştə gedən bir fiqur idi. Həmçinin İran siyasi sisteminin tam dəstəyini də almışdı. O keçid dövrü üçündə prosesləri idarə edə bilərdi. Amerika ilə də müəyyən danışıqlarda nüvə məsələsində maraqlıdır. Hətta o Müstəcəb Xamneyinin lider seçilməsinə də qarşı idi. Amma düşünürəm ki, məhz onun öldürülməsi prosesləri tamam fərqli bir məcraya gətirib çıxaracaq. Burada Amerika Birləşmiş Ştatları məhz Larijanın öldürülməsinə bir o qədər də maraqlı deyil idi. Məsələn, ötən gün bu haqda da yazmışdım. Larijani Türkiyə vasitəsilə Amerika ilə konfidensial danışıqlar aparmaqda maraqlı idi. Görünür, İsrail məhz ABŞ və İran arasında danışıqları qəti şəkildə qəbul etmir. Məhz onun aradan götürülməsi məhz İsrail kəşfiyyatını işdir. Amma digər generallardır, ali dini rəhbər bunu ABŞ və İsrail birgə həyata keçiriblər. Artıq İranda bir fiqur qalıb, Prezident Məsud Pezeşkiyan, islahatçı qanat. Hazırda prezident və Sepah arasında da ciddi fikir ayrılıqları var. Prezident səlahiyyətləri tam ona verilməsini istəyir, amma Sepah tamamilə Əli Larijani aradan götürüləndən sonra daha müstəqil olub. Amma düşünürəm ki, Larijanın da sui-qəsd nəticəsində öldürülməsi bir növdə Sepahın əlini gücləndirdi və daha da mövqeyini gücləndirdi və düşünürəm ki, onun öldürülməsində elə Sepahın da müəyyən əlinin olmasını da istisna etmirəm. Çünki dediyim kimi Larijani ABŞ-la müəyyən danışıqlarda maraqlıdır, Sepahın da bir o qədər də güclənməsini istəmirdi. Prezident Məsud Pezeşkiyanla da dialoqda idi, koordinasiyalı şəkildə bunlar daxili və xarici siyasətli koordinasiya edirdilər. İndi qalıb Məsud Prezident Pezeşkiyan. Pezeşkiyan da aradan götürülsə, mən hesab edirəm ki, artıq sistemin tamamilə müəyyən qədər laxlamasına gətirib çıxarar və tam İranda hərbi rejim, Sepahın rəhbərliyi tam hərbi rejimin formalaşması deməkdir. Bu da təbii ki, region üçündə, İran üçündə bunun mənfi nəticələri ola bilər. Çünki mülki hökumət gedir, tamamilə sistem hərbiçilərin əlindədir, onların da 53 minə yaxın raket, nüvə yanacağı var.
məhz bu da həmçinin kirli bombaların da olmasını istisna etmirəm. Bu da təbii ki, region üçün mənfi tendensiyalar, mənfi nəticələr ola bilər və düşünürəm ki, İsrail, Amerika Birləşmiş Ştatları Laricanını aradan niyə götürüb də maraqlıdır. Çünki Laricanilər ailəsi kifayət qədər İranda bunlar nüfuzlu şəxslərdir. Dediyim kimi, bir o qədər də o radikal deyil idi. Müəyyən nüvə məsələsində də danışıqlara açıq idi. Yəni proseslər bunu yəni Amerika əslində tərəf insanı idi biraz. Bəli, Amerikaya tərəf insanı idi. Məhz Amerika ilə də danışıqlarda da maraqlı idi. Amma göründüyü kimi Sepah tamamilə prosesləri nəzarət altına alır və tam İranda hakimiyyət Sepahın əlində olacaq və düşünürəm ki, bu da İran dövlətçiliyi üçün, İran xalqı üçün müsbət perspektivlər vəd etmir. ABŞ və İsrail daha da İrana qarşı hərbi əməliyyatların arealını daha da inkişaf etdirəcəklər, genişləndirəcəklər. Məmməd bəy, ümumiyyətlə, bəzən Donald Trump'ın çıxışlarını eşidəndə, onun çıxışlarından deməyindən elə hiss olur ki, sanki İranda bütün məsələləri həll ediblər, artıq razılar çıxma. Eyni məsələni də Netanyahu'ya əd etmək olar. Lakin fikrinizcə, molla rejimi dağılacaqmı, bitəcəkmi? İnsanlar öz azadlığına qovuşa biləcəklərmi? Bilirsiniz, cənab Donald Trump artıq 8-ci dəfə deyir ki, mən İranda qalib oldum. Amma həmçinin Benyamin Netanyahu da qeyd edir ki, biz artıq qalib gəlmişik. Düzdür, İranın tamamilə səmasına bulunan sərbəst uçuşlar həyata keçirirlər. Bəli. İstədikləri yerə bomba ata bilirlər. Amma rejim yerindədir. Daha da güclənib, xüsusilə hərbiçilər hakimiyyəti ələ alıb. Dediyim kimi, baxmayaraq ki, liderlər aradan götürülüb. Amma hər gündə dediyim kimi, İsrail bombalanır, Amerikanın bazaları bombalanır. Bunlar hansı qələbədən danışır, mənim üçün də belə təəccüblü gəlir. Qələbə əldə etmək üçün ilk növbədə rejim dəyişməlidir. Orada Amerika hərbiçiləri Tehranda olmalıdır və bayraq qaldırılmalıdır. Yəni, qalibiyyət buna əsaslanır. Amma hazırki müstəvidə nə İran tərəfi qalibdir bu məsələdə, nə də Amerika Birləşmiş Ştatları, nə də İsrail qalibdir və tərəflərin də itkilər kifayət qədər də çoxdur. Elə Benyamin Netanyahu'dan bağlı məsələlər müəmmalıdır. Həmçinin İran ali yeni seçilən rəhbəri Müstəcəb Xameneinin də hər ikisinin də həyatda olub-olmaması da hələ sual altındadır. Çünki süni intellektində indi bilirsiniz ki, inkişaf edən vaxtdır, müəyyən altı barmaqlı deyirsiniz. Kofe içirlər. Yəni belə bir şeylər, belə bir şeylər olur. Ona görə də hələ ki nə Müstəcəb Xameneinin, nə də Benyamin Netanyahunun həyatda qalması sual altındadır. Dediyim kimi, İranda ağır İsraili vurur raketlərdən, İsraildə, həmçinin Amerikada İrana qarşı çox ciddi şəkildə bombardman həyata keçirir. Bu, yaxın şərqin təbii ki, yeni siyasi və hərbi şəkillənməsinə gətirib çıxarır. Regionda artıq xaos var və anarxiya var. Həqiqətən də bu beynəlxalq siyasi nizamı da təhdid edir və demək olar kim güclüdür, gedib zəifi vurmalı bir prezidenti də yaranır. Təşəkkür edirik ki, bu məsələlərə də toxundunuz. Məmməd bəy, digər bir məsələyə də istəyərdi. Vladimir Zelenski deyib ki, gərginlik artacaq. Nəyi nəzərdə tutur? Yaxın şərqdə gərginliyin artmasının səbəbləri nədir? Yaxın şərqdə gərginlik uzun müddətdir ki, onsuz davam edir. Bəli, ərəb baharı indi keçib. Bir ayrı bir şey nə baş verəcək? Payız baharına keçib. İranın artıq 47 il hakimiyyətdə olan sistemi vurulur, İran vurulur ağır şəkildə. Həmçinin İsrailin artıq təhlükəsizliyi də demək olar ki, aradan qalxıb. Bir tərəfdən Hizbullah, İsrail, Livan arasında müharibə gedir. Körfəz ərəb ölkələrinin demək olar ki, təhlükəsizliyi sıfırəndir. Onlar da Amerikaya artıq etimad etməyəcəklər. Yəni, böhran yaxın şərq demək olar ki, barıt çəlləyədə, o barıt çəlləyədə partlayıb. İkincisi də bilirsiniz, Pakistan-Əfqanistan müharibəsi də lokal şəkildə də olsa davam edir. Balkanlarda da müharibənin baş verməsini də gələcək müstəvidə istisna etmirəm. Rusiya-Ukrayna müharibəsi də öz axarı ilə necə deyərlər davam edir. Gərginlərin daha artması məsələn Çin-Tayvan məsələsi. Çünki Tayvan ətrafında da Çin orada mühasirəni də Tayvan adasını mühasirə alır, həmin istiqamətə helikopterlər, qırıcı, aviadaşıyıcı gəmilər göndərir. Yəni, göründüyü kimi bir növ bütün dünyada yeni bir 3-cü dünya müharibəsinin
bir prosesi gedir. Yəni deyərdim ki, bu 3-cü Dünya müharibəsinin bir hissəsidir. Qalıb Çin, ABŞ və Rusiyanın bir-birinə qarşı geniş şəkildə bir-biri ilə vuruşması. Bu, təbii ki, bu geniş miqyaslı 3-cü Dünya müharibəsinə gətirib çıxarır və Zelenskinin də dediyi kimi həqiqətən də gərginliklər inkişaf edir və yeni müharibələrin də olması qapıdadır. Çünki uzaqda da olsa, məsələn, Afrikada da vəziyyət, Afrikanın şimalında da vəziyyət gərgindir. Orada da müharibə gedir. Yəni, ümumi dünya sisteminə, qlobal sistemə baxanda demək olar ki, dünyanın hər bir nöqtəsində artıq müharibə gedir. Məhəmməd bəy, bəs Hörmüz boğazının indiki vəziyyəti necədir? Əsas da deyərdim ki, iqtisadi baxımdan. Hörmüz boğazı təbii ki, dünyanın 20-25% neft tədarükü buradan bəli ixrac olunur. Hazırda orada ABŞ-ın və İsrailin, həmçinin onun müttəfiqlərinin gəmiləri keçə bilmir. Bu, dünyada neftin qiymətinin qalxmasına, artıq Amerika Birləşmiş Ştatlarında da benzin qiymətinin qalxmasına gətirib çıxarır. Dünyada çox ciddi şəkildə iqtisadi böhrana da yuvarlanır. Amma bu məsələ də bir çox ölkələrin də maraqlarına xidmət edir. Xüsusilə Rusiyanın. Rusiyanın buradan kifayət qədər milyardlar qazanılır və həmin də pulu ilə qərbə qarşı, Amerikaya qarşı ekstensial müharibəyə xərclər Rusiya. Yəni, Hörmüz boğazının hazırki mərhələdə İranın düşmən etdiyi ölkələrin üzünə bağlanması təbii ki, dünya iqtisadiyyatına mənfi təsirləri var və əgər bu davamlı şəkildə olacaqsa, dünyada bir iqtisadi böhrana da gətirib çıxara bilər. Həmçinin təkcə neft məsələsinə bağlıdır, kənd təsərrüfat sisteminə də ciddi zərbə vura bilər və bu da ərzaq məhsullarının da qalxmasına gətirib çıxara bilər. Qida sənayesinə də zərbə vura bilər. Bunlar hamısı zəncirvari bir-biri ilə bağlı məsələlərdir. Ona görə də Hörmüz boğazı strateji bir boğazdır. Hətta Hörmüzə əlavə demək olar ki, Qırmızı dəniz və Hind okeanında Baləndəb boğazı var, onda Husilər də bağlamaq istəyir. Onu da bağlaması tamamilə dünya iqtisadiyyatına da çox ciddi şəkildə mənfi təsir edəcək. Yəni, göründüyü kimi, həm Hörmüz boğazı, həm Qırmızı dənizlə Hind okeanı birləşdirən boğazın tamamilə bağlanması Amerika Birləşmiş Ştatlarının elə geosiyasi mövqeyinə də bir zərbədir. Hörmüz boğazını aça bilmir Amerika Birləşmiş Ştatları və ABŞ və Çin arasında yeni bir samit gözlənilir. Məsələn, Donald Trump həmin samiti ləğv etməli oldu. Çünki İranla bağlı planlaşdırdığı strategiyanı tam həyata keçirə bilmir. Məhəmməd bəy, təşəkkür edirik.